Bu şərəfsizlər peşman olacaqlar, İlham Əliyev. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Axar az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı dəmir yumruq vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi, Prezident deyib. Prezident Naxçıvana hücumdan bir gün öncə o kitaba nə yazıb? Mühüm detal. ABŞ, İsrail, Avropa, hətta müsəlman qonşularının belə İrana qarşı olduğu müddətdə regionda sadəcə iki ölkə geniş miqyaslı hücumlara dəstək vermədi, Azərbaycan və Türkiyə. Lakin Molla rejimi onlar üçün dost və qonşu anlayışlarının heç də əhəmiyyətli olmadığını hər iki ölkəyə birbaşa hücumla təsdiqlədi. Müharibənin ilk günündən bölgədə sabitliyin təmin olunması üçün çalışan Türkiyəyə ötən gün raket hücumu edildi. Halbuki rəsmi Ankara ölkə ərazisindəki bazanın ABŞ-a deyil NATO-ya məxsus olduğunu bildirib, İrana hücumları kəskin şəkildə qınayıb. Lakin əsas məsələ Azərbaycandır. Gözləyirdikmi? Bəli. Naxçıvana əvvəlcə şahid dronları ilə hücum edildiyi güman olunsa da, görüntülərdəki PAO Aras-2 tipinə daha çox bənzəyir. Burada kilit nöqtə var, məlumatlara görə şahid dronları daha çox kütləvi və məhdud hücumlar üçün nəzərdə tutulub, istehsalı daha ucuz başa gəlir, sadə piston mühərrikə malikdir. Aras-2 isə daha uzaq mənzilli hücumlar üçün nəzərdə tutulur, böyük qanad açıqlığı və güclü mühərrikə malikdir, daha ağır başlığı var, 1500-2000 km-yə qədər məsafə qət edə bilir. Bu dronlar konkret hədəfləri vurur və ağır zərbələr üçün nəzərdə tutulur. Məsələn, İranın Rusiyaya verdiyi şahidlər Ukrayna müharibəsində istifadə edilib. Naxçıvana məhz Aras-2 kimi bir PAO ilə hücum Tehranın niyyətinin nə qədər məkirli olduğunu göstərir. Bakının mövqeyi. 28 martda müharibənin başlamasından cəmi bir gün sonra, martın 1-də Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla İranlı həmkarı Abbas Əraqçı arasında telefon danışığı oldu. Bayramov regiondakı gərginliyə görə Bakının narahatlığını ifadə edib. Həmçinin Azərbaycanın adından İranın ali rəhbəri Ayətullah Xamenei və günahsız mülki insanların həlak olmasına görə başsağlığı diləyib. Bayramovun mesajında deyilir, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil. Bakı bu fikri hücumlar başlamadan öncə hələ təhlükənin anonsu verildiyi zaman da dəfələrlə vurğulayıb. Hökumət səviyyəsində mesaj. Prezident İlham Əliyev ali rəhbərin ölüm xəbəri təsdiqləndikdən sonra martın 4-də şəxsən İranın Bakıdakı səfirliyini ziyarət etdi və başsağlığı verdi. Prezident səfirlikdə açılan xatirə kitabına ürək sözlərini yazıb, İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağını deyib. Lakin İranda rejimin dəstəklədiyi ekspertlər, televiziyalar, saytlar, müxtəlif rəsmi şəxslər Azərbaycana hədəf almağa davam etdilər. Hətta açıq təhdidlər belə səsləndirildi. Buna baxmayaraq, Bakı vəziyyətin həssaslığını nəzərə alaraq prosesə ehtiyatla yanaşmağı seçdi. Tam bir gün sonra, 5 martda isə Naxçıvan hədəf alındı.